iş dəftərlərini dərsliyə yerləşdirmək olar. Burada iki səbəb var. Bir, şagirdin diqqəti artıq bir yerə cəmlənir. Dərsini oxuyur, belə deyək, mövzunu öyrənir. Arxasınca da həmən verilən tapşırıqları icra eləyir. Burada artıq biliyin möhkəmləndirilməsi prosesi gedir. Səbəb nədir? Bu günlər əgər biz bərabərlikdən danışırıqsa, gəlin səmimi etiraf edək. İş dəftərlərin bugün nə qədər valideyn 8-9 fən üzrə alıb övladına tətbiq edə bilir. Bu bir növ sizin həm də nə üçündür? Praktik xarakterli dərslərdə dərsliklərə uşaqlar baxmasın. Açır iş dəftərini, müstəqil işləyəndə artıq dərsliyə baxmasın. Bir yerdə olanda, o bir səhifəni çevirəndə orada var bilik. O şəkil orada var. Ona görə həmişə dərsliklər bağlı olmalıdır. İş dəftəri 2 dənə də müstəqil iş vaxtında. Yaxşı tərəfi də var. Çalışmanın ayrı olması yaxşıdır. Bəzən mən onlara yığıram. Dərsi keçəndən sonra növbəti dərsdə 2 saatlı dərslərdə iş dəftərini işləyəndə dərsliklərə baxmayaraq, biliyi öyrənən nəzər hissəni, tətbiqi sonra məşq edirik. Bununla razıyam. Amma qiymət bahadır. Bu yox. Biz şəhər mərkəzində çalışırıq. Nəzərə alaq ki, hər yerdə Respublikanın bütün şəhərləri ilə kəndlərin arasında müəyyən bir fərqlər olur. İstər sosial baxımdan, şübhəsiz. Yəni bu fərqi biz görə bilirik. Yəni bu nə qədər əlçatandır? Ucuz olsa çox yaxşı olardı.